Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayren beddel eylesin. Allah işlerinizi avand eləsin. Etdiyiniz ibadətləri də Allah Teala öz dərgahında Kərbəla şəhidlərinə, əhl-i beytə xatir qəbul eləsin. Əslində bir söz demək istəyirəm. Yəni, adətən indi mənim az yaşım yoxdur da, 75 yaşım var. Hələ mən 2-ci sinifə gedən vaxtlardan Quran oxuyan adamam. Atam o vaxtı məni də özü ilə aparardı, özüm molla idi. Məni də yanında aparardı ki, güya gələcəkdə məni böyük bir alim eləyəcək. Yəni, həvəsi vardı dinə. İndi bütün atalar öz övladlarını başı uca kimi görmək istəyir, alim kimi görmək istəyir. O cümlədən mənim atam da o fikirlə yaşayırmış. Amma əfsus ki, mən elə böyük bir alim də olmadım. İndi yüngül varı da, özünüz də görürsünüz. Yəni, demək istəyirəm ki, adətən bizim məclislərdə, keçmiş dövrlərdə söhbəti başlayanda əvvəl salavatla başlayardılar. Məsələn, belə salavat çəkdirərdilər. Elə mən özüm də əvvəl adətən salavatla başlamışam. Bir salavat hədiyyə edəyin Muhammed və Ali Muhammedin ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Bir salavat hədiyyə edəyin 14 məsumun ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Yenə də bir salavat hədiyyə edəyin Kərbala şəhidlərinin və Kərbala əsirlərinin ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Yenə də bir dənə salavat hədiyyə edib, savabını hədiyyə edəyin İslam dininin aparıcıları olan alimlərin ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Bir salavat hədiyyə edəyin 124 min peyğəmbərlərimizin ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Bir salavat yenə hədiyyə edən ata-analarımızın və haqqı boynumuzda olanların ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Bir salavatında savabını hədiyyə edəyin şəhidlərimizin ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Bir salavat yenə də hədiyyə edəyin bizə elm öyrədənlərin və tarixdə İslam dininə aid kitablar yazıb, qoyub, özlərindən sonra qoyub gedənlərin ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Yenə də bir salavat hədiyyə edəyin və savabını ehsan edəyin o insanlara ki, bu dünyada elə bir işlərin təməllərini qoyub gediblər ki, onlardan sonra digər insanlar onların həmin əməllərindən faydalanırlar. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Bir salavat yenə hədiyyə edəyin o şəxslərin özlərinin və onların ata-analarının ruhlarına ki, onlar vaxt itirib bizim söhbətlərimizə qulaq asırlar. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Yenə də bir salavat hədiyyə edəyin axırıncı salavatımızı
bizim bu ibadətlərimizin qəbul olunmasından ötəri Muhammed və Ali Muhammedin ruhlarına. Allahümme salli ala Muhammedin və Ali Muhammed. Salavat çox çəkmək olar. Adətən məscidlərdə, məhərrəmlik məclislərində ya digər məclislərdə olanda bir də görürsən deyirlər ki, uzaqdan, yaxından zəhmət çəkiblər, bu məclisə gəliblər onların ruhlarına və yaxud məscid olanda deyirlər ki, məscidin təməlin qoyanların, özlərinin, ata-analarının ruhlarına və yaxud məsciddə xidmət eləyənlərin, hər növ, yəni zəhmət çəkənlər olub onların ruhlarına. Yəni salavat çox çəkmək olar, ancaq mən o salavatları zikr elədim ki, onlar bizə lazımdır. Bugün yenə də azacıq da olsa Ramazan ayının fəziləti haqqında bir qədər də danışmaq istəyirəm. Yəni burada gözəl fəzilətlər qeyd etmişəm, istəyirəm ki, siz də onları biləsiniz. Ondan sonra Məfatihül Cinan kitabında Ramazan ayının fəzilətləri haqqında hardasa 2 vərəq var. Onu da sizin nəzərinizə çatdıracağım. Sonra Hürri Əleyhirrəhmənin söhbətini davam etdirib qutarandan sonra elə ki, Hürri Əleyhirrəhmənin söhbətindən sonra Cənab-ı Qasımın meydana getməsindən söhbət olunacaq. Cənab-ı Qasım İmam Hüseyin əleyhissalamın doğma qardaşı Fatimə Zəhra salamullah əleyhadan olan İmam Həsən əleyhissalamın böyük oğludur. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı yenə də üzərinizə olsun. Sizi bu mübarək Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirəm. Ramazan ayınız mübarək olsun. Uca Allah bizə ibadətdə güc və ixlas bəxş etsin ki, bu ayı xeyrixah əməllərlə Allahın mərhəmətinə can ataraq keçirə bilək. Allah Teala dualarımızı və ibadətlərimizi, oruc və namazlarımızı qəbul etsin. Allah bizi bu mübarək Ramazan ayının feyzindən, bərəkətindən, rəhmətindən nəsib eləməsin. Ramazan ayı biz insanlara rəhmətlə, bizləri bağışlatdırmaqla və öz bərəkəti ilə gəlib. Bu Ramazan ayından istifadə edib özünü bağışlatdıra bilməyən insan bəs hansı ayda özünü bağışlatdıra biləcək? Uca Allah bizə ibadətlərimizdə güc və ixlas bəxş etsin ki, bu ayı xeyrixah əməllərlə Allahın mərhəmətinə can ataraq keçirə bilək. Allah Teala bu ayda bizi öz süfrəsinə çağırır, öz dəvətnaməsi ilə. İndi bəziləri deyə bilər ki, heç bizə dəvətnamə verilməyib. Amma bilmək lazımdır ki, necə ki dünyada bir insan şadlıq və ya digər məclis quranda dəvətnamə paylarlar. Özü o dəvətnaməni paylamır ki, dəvətnamələri xüsusi bu işdən ötəri ayrılan şəxsə verib paylarlar. Allah Teala da bu qanunu qoyub ki, özü dəvətnamə vermir. O uca Allahın yer üzündə olan peyğəmbərləri, sonra imamları və sonra da onların yollarını gedən və ya getməyə çalışan alimlər bu işi davam etdirərək Allah Teala'nın buyurduqları sözləri bizə çatdırırlar. Peyğəmbərimiz buyurub, Ramazan ayının digər aylara nisbət üstünlüyü mənim digər peyğəmbərlərdən olan üstünlüyüm kimidir. Oruc tutanın yuxusu ibadət, nəfəsi isə Allah'a zikr etməkdir. Orucluq ayı yalnız yemək yeməməkdən və ya su içməməkdən çəkinmək deyil. Eyni zamanda bu ay insan sözlərində, baxışlarında, qulaqlarını qorumaqda
Belə ki, bütün davranışlarında oruc olmalıdır. Yəni, insan ac susuz qaldığı bu müddət ərzində həm də dili ilə qeybət, söyüş, dəyərsiz, lazımsız sözlərdən uzaq olmalı, gözlərini naməhrəmlərə baxmaqdan qorumalı, qeybət, dəyərsiz, günah sözlər eşitdikdə qulaqları sanki kar kimi olmalıdır. Çalışmalıdır ki, elə sözləri eşitməsin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazan ayını ibadətlə keçirərdi. Dua və zikirlər edərdi. Bu gözəl, dəyərli ayın heç bir anını boş keçirtməzdi və digərlərini də ibadətə dəvət edərdi və buyurardı. Bu ayda özünü bağışlada bilməyən şəxs hansı ayda özünü bağışladacaq? Bu ayın ilk gecəsi səmaların qapıları açılar və son gecəsinə dək bağlanmaz. Bu ayda kim bir oruc tutana iftar verib, onu doydursa, o oruc tutan şəxs qədər savabı olar. Əgər insan Ramazan ayının dəyərini, qiymətini bilsə, ilin bütün aylarının Ramazan ayı olmasını istəyərlər. Yəni, oruc tutub və digər ibadətləri edərlər. Bugünkü günlər ümid gecələridir. Kim Allahın bugünkü günlərdə boş getsə, əli dolu halda geri qayıdar. Allah Teala bu səbirsizliklə gözlədiyimiz Ramazan ayında etdiyimiz ibadətləri və dualarımızı, tutduğumuz oruclarımızı ali dərəcədə qəbul eləsin. İlahi, bizi bu ayda qafillərin getdiyi yollardan saxla. Bu ayda bizim günahlarımızı bağışla. İlahi, bu mübarək Ramazan ayını bizlərə düşərli elə və bizə belə müqəddəs mübarək Ramazan aylarından çoxlarını hələ nəsib elə. Ey Ərhəmər Rahimin olan Allahımız, amin ya Rəbbəl aləmin. Dualarımızın qəbulu üçün bir salavat hədiyyə edəyim Muhammed və Ali Muhammedə. Allahümmə salli ala Muhammedin və Ali Muhammed. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.